Yaponiya-Azərbaycan dostluq ili çərçivəsində Yaponiyanın Şika şəhərinin meri Masaru Koizumi Azərbaycanda səfərdədir. Şika şəhər parlamentinin spikeri Masanori Minami və Yapon musiqiçilərinin də daxil olduğu nümayəndə heyəti Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar. Qonaqlar mərkəzin benefisiarlarının əl işlərindən ibarət sərgiyə baxıblar. Sərgidə Yaponiya və Azərbaycan incəsənətinin milli mənəvi dəyərlərini əks etdirən bədii sənətkarlıq nümunələri yer alıb. Qonaqlar 1-ci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan mərkəzdə 14 fəaliyyət istiqaməti üzrə məşğələləri izləyiblər. Sonra Şika şəhərindən Tenyo Şika qrupunun Vadaiko ənənəvi Yapon zərbalətləri ifaçıları mərkəzin benefisiarları ilə birgə konsert proqramı ilə çıxış edib. Səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində daha bir Bu il Yaponiya ilə Azərbaycan münasibətlərinin 30 illiyidir. Bu münasibətlə Şika şəhəri olaraq Bakının Xətai rayonu ilə əməkdaşlıq sazişi imzalamışıq. Mərkəzə gəlincə, bura gəldiyimə, yaradılan şəraitlə tanış olmağıma görə çox şadam. Burada olan hər kəs xüsusi qayğı ilə əhatə olunub. Bu tipli konsertlərin keçirilməsi və yaradıcılıq mədəniyyət sahəsində keçirilməsi sırf olaraq konsert, səhnə, insanların dəvət olunması məqsədini güdmür. Bu tipli konsertlərin keçirilməsi inklüziv cəmiyyətin bizim Azərbaycan cəmiyyətində ortaya gətirilməsi, ərsəyə gətirilməsi və Azərbaycan cəmiyyətinin inklüzivliyi qəbul etməsi üçündür. Əsas məqsəd budur.